Qalatadan basit teşhizlilikdən sual izahına davam edirik. Bugün Ercan və İslamla bir yerdə sual işləyəcək. Deməli, birinci sualda, bu biraz çətin testdir. Bizə verib ki, xz bərabərdir 3x üstəgəl 2y. Z soruşur. Z soruşursa birinci nə edəcəm? Deyəcəm ki, onda z bərabərdir. Vurma deyil, bu bölürəm. 3x üstəgəl 2y böl x. Bunu da parçalasam, yazaram x-də 3x və x-də 2y. Bura qədər aydındır. 3x x-ə böldüm 3, üstəgəl 2y böl x. Sən də başa düşdün? Yəni 3 onsuz da əlimizdə var. Bizə deyir ki, bu ifadənin ala biləcəyi qiymətləri tap. Uşaqlar, baxın, bizə verib ki, x y-dən böyük ədəddir. Y x-dən daha doğrusu. Y x-dən böyükdürsə, mən y x-ə böləndə həmişə 1-dən böyük cavab alınacaq. Məsələn, düşünün. X 2 olsun, y 3. Bölürəm 1-dən böyük alınır. 1-dən 2 olsun, bölürəm 1-dən böyük alınır. 3-dən 4 olsun, bölürəm 1-dən böyük alınır. Amma belə bir şey də ola bilər. Məsələn, x 1 olar, y 1 milyon ola bilər. Yenə ola bilər. Amma həmişə 1-dən böyük alınacaq. Deməli, bu y bölü x 1-dən böyükdür. Mən 1-dən böyük bir ədədi 2-yə vursam, cavab da 2-dən böyük olacaq. Aydındır? 2-dən böyük bir ədədin üstünə 3 gəlsən, cavab 5-dən daha böyük olacaq. Olacaq 5 sonsuzluq. Yəni, ən azı 5, 5-in özü də daxil deyil, sonsuzluğa qədər. Aydındır bu? Aynen. 5-ci suala baxaq. 5-ci sualda bizə verib ki, 2 ilə 10 arasında ədədləri var. 5 böl A üstəgəl 6 böl B üstəgəl 8 böləcəyinin maksimum tapın. Görək nə etməliyik? Uşaqlar, bizə bu maksimum dəyəri lazımdırsa, mən məcburam ki, A-nı, B-ni, C-ni balaca götürüm. Çünki nə qədər balaca ədədə bölsən, cavab o qədər böyük alınır. Elə deyil, çünki bunlar məxrəslərdir. A ən az nə olar? 3. B də ən az 3, C də ən az 3. İndi burada bir dənə məsələ var. A, B, C tam ədədlər deyil. Tam ədədlər olsaydı, bizə yazmayıb A, B, C tam saydı. Mən A-ya 2 deyərdim, B-yə 3, C-yə də 4 yazardım. Elə demək üçün mən A-nı da, B-ni də, C-ni də hələ ki 2 götürürəm. 2 olmasa belə. Bu aydındır. Hamısını 2 götürdüm. Bunu hesaplasam 4, 3, 7, bu da 2.5. Bu 9,5 eləyir. Bunu başa düşdük. Əgər bunlar hamısı 2 olsaydı, cavab 9,5 alınardı. Amma bunların hamısı 2-dən böyükdür. Ona görə mən daha böyük ədədə böləcəm və cavab 9,5-dən daha az alınmalıdır. Başa düşdük. Çünki bunlar artıq 9,5-dən də az, ən böyük ədəd 9-dur. Bildik? Əgər ABC tam desəydi, yazardım A 3-dür, B 4-dür, C 5-dir, hesablayardım. Bunu elə demir. Bizə deyir ki, bunlar tam olmaya bilər. Amma cavab tam olmalıdır. Mən də ABC'ni götürdüm 2'yi, hesapladım. 9,5 olmaz, 9 götürdüm. Aydındır. 2'ye baxaq. Və ikinci sual bir qayda olaraq dəqiq bilin. Bir ədədin kvadratı özündən balacadırsa, o ədəd mütləq 0 ilə 1 arasında yerləşir. 0-1 arasında ədədlərin qüvvətini aldıqca daha böyük qüvvət daha kiçik alınır. Məsələn, 1 bölü 2 üstü 100, 1 bölü 2 üstü 5-dən balacadır. Bu ədədin kvadratı özündən balacadırsa, deməli A 0 ilə 1 arasındadır. Mən də bunu eləmək üçün bir dəfə A-ya 0 verirəm. A-ya 0 versəm bu nə alınır? 5. A-ya 1 versəm nə alınır? 7. Deməli bu 5 ilə 7 arasındadır. Heç biri daxil deyil deyə biz də cavabda daxil eləmirik. Aydındır? İslam başa düşdün? 6-ya baxaq. 6-da bizə deyir ki, x kvadrat 4 ilə 9 arasındadır, y kvadrat 0 ilə 16 arasında maksimum x vur y. Və bizə deyir ki, x ilə y, x vur y z-dir, x ilə y demir, x vur y z-dir. İndi baxın, belə yanaşaq. Biz x kvadratın 4 və 9 arasında olduğunu bilirik. Onu düşünək ki, x-in özü hansı aralıqda ola bilər və y hansı aralıqda ola bilər. 2 ilə 3 amma mənfi 2, mənfi 3 də ola bilər. Bizə x-i max götürməyə lazımdır, x-i 3 götürürəm. Aydındır bu. 0 ilə 16 arasında kvadrat ən böyük ədəd nədir? 4. Buna 4 götürürəm. 3 vur 4, 12. Amma sonra mən Ercan qayıdıb deyəcək ki, müəllim, bəs bu daxil deyil. İndi 3 ilə 4-ü verdim, oldu 12. Amma 12 ola bilməz. Daha az olmalıdır. 12-dən az ən böyük ədəd nədir? Başa düşdük. Bilin İslam. Bilək. Üçüncü sualda uşaqlar. A kvadrat üstəgəl 4A-nın qiymət aralığını istəyir. Görək nə edə bilərik burada. Bunu belə düşünəcəm. Mənfi 7 və 4-ü yerinə qoysam nə olar? 4-ü yerinə qoysam 32 olar. 32-dən balacadır.
Mənfi 7-nin yerinə qoysam 49 çıx 28, 21 olar. Deməli, daha kiçik bir şey var. Ona görə bunu belə eləyik. Bu A kvadrat üstə gəl 4A qardaşımızı A üstə gəl 2-nin kvadratına oxşadıram. Oxşuyur bunlar. Bunu atsanda nə alır? A kare Hə. üstə gəl 2 4A 4A üstə gəl. üstə gəl 4. Hə. İndi burada 4 yoxdur. Deməli, mən bundan 4 çıxsam, bundan eyni şey olar. Düzdür? Sonra qaydırıq əsas məsələmizə. Mən uşaqlar burada düşünəcəm ki, A-ya nə versəm, cavab ən az alınır. Kvadrat ən az nə olur? 0 olur. Mən A-ya nə versəm, bu 0 olar. Mənfi 2. A-ya mənfi 2 verirəm. Bura olur 0. 4 çıxanda da nə alınır? Mənfi 4. Bu, bunun ən kiçik variantıdır. Ən böyük variantı tapmaq üçün də bu qiymətlərdən birinin yerinə qoyub tapacaq. Baxıram ki, hansının yerinə qoysam çox alınır? 4-ü. 4 qoysam A-nın yerinə. Neçə edir bu? 6-nın kvadratı. 36. 4 çıxdı 32. Deməli, mənfi 4, 32 arasında. Mənfi 4 daxildir. Niyə? Çünki mənfi 2 bu aralıqda var. Ona görə mənfi 4 daxildir. Amma 32 daxil deyil, çünki 4 özü daxil deyil. Deməli, mənfi 4 daxil olsun, 32 yox. B variantı. Aydındır? 7-yə baxaq. 7 daha asandır. 5 bölü 3 və 3 bölü 5 verir. Burada birinci çalışmalıyım ki, bunları eyniləşdirim. Bunu eyniləşdirmək üçün bunu tərs çevirirəm. Bunu tərs çevirsəm qüvvəti nə etməliyəm? Mənfiyə vurmalıyam. Mənfiyə vurmalıyam. Mənfi x çıx 7. Belə düşünürəm. Məsələn, 5 üstü 3, 5-də 1 üstü mənfi 3-dür. Bunu tərs çevirdim, qüvvəti mənfiyə vurdum. Eyni şey olur. Mən də burada bunu tərs çevirdim, qüvvətini mənfiyə vurdum. İndi rahatlıqla deyə bilərəm ki, ədədlər də 1-dən böyük olduğu üçün mənfi x çıx 7 böyük olmalıdır. X üstə gəl 4-dən. Buradan alır mənfi 2x böyükdür 11. Mənfi 2-yə bölsə işarə nə olur? Dəyişir. X kiçikdir mənfi 5,5. Mənfi 5,5-dən kiçiyən böyük nə var? Mənfi 6. Aydındır. 4-ə baxaq. 4-də bizə maksimum 2x üstə gəl 3y üstə gəl 4 üstə soruşur. Yenə uşaqlar. Mən deyəcəm ki, qoy bunların hamısını 4-də 3 götürüm. Vuranda çoxalınsın. Nəyə görə? Çünki x, y setin tam ədəd olduğunu deməyib. 4-də 3 götürürəm. 2 vur 4-də 3. 3 vur 4-də 3. 4 vur 4-də 3. Aydındır bu. 4-də 3-ü çıxartsam rahat. 2 dənə burada, 3 dənə burada, 4 dənə də burada. Elədi 9. Bu alındı 27 bölü 4. Aydındır bu. İndi 27 bölü 4 daxil deyil də. Çünki 4-də 3 daxil deyil axı. 27 bölü 4 eləyir 6 tam 4-də 3. Bundan kiçiyən böyük ədəd nədir? 6. Başa düşdük? 8-ci sual. B x çıx 7-dir. A B-dən böyük. Heç nə yoxdur burada. A B-dən böyük demir. Deməli 2x çıx 3, x çıx 7-dən böyükdür. Birinci bunu yazıram. Bunu başa düşdük. Buradan alır x böyükdür. 3-dən 7 çıxanda mənfi 4. Bir də bizə deyir ki, B də 0-dan böyükdür. Yəni x çıx 7 0-dan böyük olmalıdır. Buradan da x böyükdür 7 alınır. İndi birindən böyükdür 7 tapdı, birindən böyükdür mənfi 4. Sizcə hansını götürməliyəm? Mənfi 4, çünki 7 daha daxil o zaman. Yox, əksinə tərsi. Kəsişmə olmalıyıq. Belə bir ki, məndən böyük adam səndən böyük olur, yoxsa səndən böyük məndən böyük olur? Sizdən böyük adam məndən böyük. Məndən böyük səndən həmişə böyükdür. Yəni 7-dən böyük olan, onsuz da mənfi 4-dən böyükdür. Sən bunların orta həllini götürməlisən. Amma böyükdür mənfi 4 götürsən, bunu ödəmir. Mənfi 4-dən böyük məsələn 0 var. Amma 7-dən böyük deyil. Məsələn, səndən böyük 20 yaşında bir oğlan var, amma məndən böyük deyil. Mənə lazımdır ikimizdən də böyük olsun. Ona görə desəm Elvindən böyük bəsdir. İndi burada da x böyükdür 7 götürsən sənə bəs eləyir. Çünki onsuz da 7-dən böyük bundan böyük olur. Başa düşdü? Ortaq olan götürməlisən. Keçək ikinci səhifəsinə. 9-cu sual. Bu da nəsə maraqlı görünür. Birinci bundan başlayaq. Buradan y-ləri atsam x böyükdür z alınır. Sadəcə bu hissəyə baxın, y-ləri atdım. Bir də bu hissəyə baxın. Buradan da nələri ata bilərəm? Z-ləri, y böyükdür, x alınır. X z-dən böyükdür, y x-dən böyükdür, x z-dən böyükdür, x z-dən böyükdür. Bu variant getdi. X z-dən böyükdür, bu variant da getdi. Sonra y də x-dən böyükdür. Bu variant budur da y böyükdür, x böyükdür, z. Y x-dən, x də z-dən. Aydındır? 13-ə baxaq.
13-də biraz vaxt aparacaq sualdır. Belə bir şey eləyəcəm uşaqlar birinci. Burada ortaq olan nədir? AB. Çıxardanda nə qalır? C üstəgəl A. Aşağıda da ortaq olan 2-dir. Çıxartsam C çıx 1 qalır. Burada da 3-dür. Çıxartsam C çıx 1 qalır. Yenə ortaq vuruq burada nədir? 4B-dir deyəsən. 4B. Hə? Bəli. Çıxarsam C üstəgəl A qalır. İndi fikir verin uşaqlar. C 1-dən böyükdürsə, C çıx 1 müsbət olur, mənfi müsbət. Mən hər tərəfə müsbət bir ədədə bölə bilərəm və işarə dəyişməz. Bunlar getdi. Vura da bilərəm. C ilə A hər ikisi müsbət olduğu üçün C ilə A-nı toplayanda da müsbət olur. Ona görə bunlar da müsbət olduğu üçün bunlar da rahat ata bilərəm. Eyni şəkildə B müsbət ədəddir. B müsbət ədəddir. Bu B-ləri də ata bilərəm. Geriyə qaldı bir dənə A bölü 2 böyükdür 4 bölü 3. Bunu çarpaz vuram. 3A böyükdür 8. Burada da A-ya nə versəm düz olur ən azı. 3 verməliyim ki 3 dəfə 3 8-dən çox olsun. Aydındır? Bəli. 10-cu suala baxaq. 10-cu sualda mənfi 4x sıx 11 bölü 7 kiçikdir 37 bölü 11. Mənfi 4x yazıram qardaş. 11 bölü 7 keçir o tərəfə 44 bölü 11. 44 bölü 11 nə eləyir? 4. Mənfi 4-ə bölsək x böyükdür mənfi 1. Mənfi 1-dən böyük olan, yəni mənfi 1-dən sağ tərəf rəngləməlidir. A variantıdır. Aydındır? Bəli. 14-də baxaq. A kiçikdir 0, kiçikdir B, kiçikdir C hansı doğrudur? Uşaqlar bəzən belə suallar soruşur, variantlara baxmalıyam. Yəni belə bir sualda məcbur variantlardan seçməliyəm. Aşağıdan hansı düzdür deyir. A necədədir? Mənfi. B müsbət, C də müsbət. Görək hansı variant düz olur. İndi A variantda deyir ki, A vur B-ni C-yə böləndə müsbət olur. A vur B-ni müsbətə böləndə düz deyil bu. A vur C-ni B-yə böləndə müsbət olur. Bu da səhvdir. Bir dənə mənfi var, olmayacaq. Burada heç bir nəsə yazmayıb. Bu vəbşə gülməlidir. C variantda heç nə yazmayıb. B çıx A, müsbət, müsbətə bölünür. Baxın D variantıdır. B necədədir? Müsbət. Müsbətdən mənfi çıxanda düşünün. Məsələn, 5 çıx mənfi 3. Müsbət eləyir də müsbətdən mənfi çıxanda. Yuxarı eləyir müsbət. Müsbəti müsbətə bölünür, yenə müsbət. D düzdür. C-ni də bekarsızlıqdan yazıb. Onsuz da bərabər heç nə yoxdur. Yazmaya heç yoxdur. 11-ə baxaq. 11-də birinci hər tərəfdən nə çıxaq? 1. Çıxdım. Mənfi 12, 2x, 6. Hər tərəfi 2-yə bölək. Mənfi 6. Bir dəqiqə səbirli oldu. 2-yə bəlkə heç bölməyək. Çünki burada bizə 2x lazımdır. Bölməyək. Bir dənə bura fikir verin uşaqlar. Y nəyə bərabərdir? Bunları atsam o tərəfə. Mənfi 5 çıx 2x. Düzdür? Bəli. İndi bir dənə buradan mən bu ifadəni almağa çalışım. Birinci mənfi 2-yə vuraram hər tərəf. Mənfi 2-yə vursam, mənfi 12 kiçik bərabər yer dəyişir axı. Mənfi 2x. Buna mənfi 2-yə vuranda nə olur? 24. Mənfi 5 lazım mənə. Hər tərəfdən 5 çıxıram. Mənfi 17. Mənfi 2x. Çıx 5. Bu da 24-dən 5 çıxdı 19. İndi bizə y-in alacağı qiymətlərin cəmi lazımdır. Y onsuz da budur. Yəni mənə mənfi 17-dən 19-a qədərləri toplamaq lazımdır. Əgər hesablama səhv eləmədik. Hə, onsuz da əksəriyyət aparır. Mənfi 17, mənfi 16 bu belə gedir. Qalır ən son 18. Amma 18 çıxmalıydı cavab. Uşaqlar, burada mən bu boşuna 2-yə vurmuşam. Onsuz da 2x-dir. Sadəcə mənfiyə vurmaq lazımdır. Yəni bu sətirlər səhv oldu. Biz belə eləyirik. Bu ifadən mənfiyə vururam. Mənfi 6 kiçik bərabər 2x kiçikdir 12. Mənfi 2x. Mənfi 6, aha. İndi bunun da hər tərəfindən 5 çıxsam, bunun hər tərəfindən 5 çıxsam, olacaq mənfi 11, mənfi 2x çıx 5 və 7. İndi bu aradakı qiymətləri toplamalıyam. Başlayır mənfi 11-dən, davam eləyir, 7 daxil deyil, 6-ya qədər. Uşaqlar, mənfi 6-dan 6-ya qədərki hissə bir-birini aparır. Mənfi 6 ilə 6, 5 ilə mənfi 5, bunlar gedirlər. Qalır bir dənə mənfi 11-dən mənfi 7-yə qədərkilər. Mənfi 9, mənfi 8, mənfi 7. Bunları toplayaq. 11 ilə 10. 21, 30, 38, 45. Mənfi 45. Aydındır? 15. 15-ci sualda 2A üstəgəl 3B çıx C tam ədəddir deyir bunu. Yenə uşaqlar. Biz ABC-ni R verdiyi üçün buradakı qiymətləri daxil kimi götürəcəm. 2A lazımdır mənə. 2-ni 2-yə vurduq, 4. 3B lazımdır.
3-ü 4-ə vurduq. Bir dəqiqə, amma minimum istəyir uşaqlar. Minimum istəsə bunu niyə eləyirik? Niyə heç kim demir? Minimum istəyir. A-nı az götürüm. 2-ni -1-ə vuram, -2. 3B. B-ni 2-yə vuram, 3 dəfə 2, 6. 2-yə vurdum. Çıx C. İndi burada diqqət edin. Mən C-ni çıxıram. Gərək çox ədəd çıxım ki, alınan cavab böyük olsun. C çıxıram. Nəyi çıxım? 1. -1-i çıxıram ki, daha az alınsın. Üstə gəl 1 olsun. Yoxsa üstə gəl 4 olacaq, bəli. Bu olur 4 üstə gəl 1, 5. İndi burada bayaq necə ki maksimum tapanda tapdığımız cavabdan bir balaca götürürəm. Minimum tapanda tapdığım cavabdan bir böyüyün götürürəm. 5 daxil deyil, oldu 6. Aydındır? Davam edirik 12-ci sualla. X kiçikdir -1, minimum y soruşur. Nə edə bilərik burada? Birinci y tapmağa çalışaq. 4-ü atıram x-in yanına, olur 4x üstə gəl 4. Y atıram bu tərəfə, olur x, y üstə gəl y. Burada olur 4 vur, x plus 1. Burada olur y vur, x plus 1. Bura qədər aydındır. İndi bu x kiçikdir -1-in əhəmiyyəti nədir? X -1-dən kiçik bir ədəd deyir mənə. -2. Üstünə 1 gələndə nə olur? Mənfi olur. Burada da mənfi olur da. İndi biz öyrənmişik ki, bərabərsinin hər tərəfi mənfi ədədə böləndə nə olur? İşarə dəyişir. Yəni olur 4 kiçikdir y. Elə bu x üstə gəl bir mənfi olduğu üçün bölürəm gedir, amma işarə dəyişir. 4 y-dən kiçikdirsə y-dən azı 5 olur. Aydındır? Gəldik son sualımıza. Aşağıdakilərdən hangisi doğrudur? Yəqin ki, asan sual olacaq. A mənfidir, B mənfidir, C müsbətdir. Bunu deyənməliyik. 2 mənfi ədədlə bir müsbəti toplayanda nə alındığını demək olmaz. O, onların işarəsinə görə dəyişə bilir. Bu da səhvdir. A kvadrat, B kvadrat toplayanda müsbət, C kvadratı çıxanda 0-dan böyük. Bunu da deyənməliyik. Dəqiq deyə biləcəyimiz bir şey lazımdır ki, onu göstərim. A-nı B-yə vuranda müsbət, C kvadratı müsbət, B çıx A müsbət. Amma D düzdür. Niyə gəlin baxaq? A müsbətdir. B də müsbətdir. Vurdum AB-ni, AB-miz oldu müsbət. C kvadrat onsuz da müsbətdir, topladım. Müsbətlə müsbət topunu yuxarı oldu müsbət. Qaldı bir dənə B çıxa. B A-dan böyükdür axı. AB-dən balacadır. Böyükdən balacanı çıxanda da müsbət alınır. Müsbət də müsbətə böləndə müsbət D variantı oldu düz. Aydındır? Bu da son sual idi. Sağ olun uşaqlar.